xoş qalırlar. Aha, biz bilirik ki, uşaqlar deməli, yer kürəsində baxın qeyd olunduğu kimi burada yaşayan insanların zahiri görünüşlərinə görə bir-birlərindən fərqlənirlər. Həmin bu fərqlilik də, yəni onların dəri rənglərində, göz qapaqları, dodaqları və sairə kimi xüsusiyyətlərinə görə olur və bu qruplar da insanların deməli irq qrupları adlanır. Deməli, insanların öz xarici görünüşünə görə müxtəlif qruplara biz böldükdə həmin qruplara deyirik nə? İrqlər deyirik. Aha, həmin bu irqlərə görə də deməli dünyada əsasən 3 irq mövcuddur. Yəni əsas 3 yerə bölünür xarici görünüşünə görə. Bunlar Avropoid irqi, Monqoloid irqi və Neqroid irqi deməli sayılır. Və bunlardan fərqli olaraq Monqoloid və Neqroid irqinə yaxın olan Avstraloid irqi də biz qeyd edə bilərik ki, hansı ki, bunlar da harda yaşayırlar? Avstraliya, Okeaniya kimi deməli ərazilərdə yaşayırlar. Və həmin bu irqlərin deməli 70% əsas, baxın 70% əsas, yerdə qalan 30% isə keçid irq növlərinə biz aid edəcəyik. Aha. Deməli, burada əsas irqləri biz qeydlədik. Avropoid, Monqoloid və Neqroid kimi irqləri biz qeydlədik. Keçid irqləri isə biz, misal üçün, Efiopları, Efiopiya ərazisində yaşayanlar, Malaqasiləri, Polineziyalıları, Melaneziyalıları, yəni bu Okeaniya ərazisində yaşayanları biz aid eləyə bilərik. Və burada biz Amerikada, baxın, Amerikada müxtəlif qarışıq irqlər var, hansı ki, bu irqlər əsasən olur 3 cür. Deməli, metis irqi var. Avropoid və Monqoloid irqinin qarışığı kimi biz bunu qeyd edirik, metis irqini. Daha sonra mulat var. Mulatlar deməli Avropoid və Neqroidin qarışığı və Sambo var. Samboda Monqoloid və Neqroidin qarışığı kimi biz qeyd edəcəyik. Biz burada belə yaza bilərik ki, yadda qalmağı üçün, baxın, biz burada metis qeyd eləyək. Metis oldu, deməli, metis və mulat, əvvəlcə bunu qeyd eləyək. Mulat, ikisi də M hərfinə başlayır, düzdürmü? Metis və mulatın hər ikisində Avropoid var. Deməli, metisdə Avropoidlə yanaşı olacaq Monqoloid. Monqoloid olacaq. Mulatda isə olacaq nə? Deməli, Neqroid. Neqroid. Aha. Deməli, biz burada son hərflərinə də baxa bilərik. T və D. Neqroiddə T və mulatda da T var. Buradan da biz bilə bilərik ki, yəni əzbər yadda saxlamaq üçün mulat oldu nə? Avropoidlə Neqroidin qarışığı. Metis isə Avropoidlə Monqoloidin qarışığı oldu. Sambodakı, yəni bu asandır. Yəni burada Avropoid yoxdur. Təkcə Monqoloid və Neqroidin qarışığı kimi biz bunu neyniyəcəyik? Qeyd edəcəyik. Aha, deməli, biz burada daha sonra Avropoid irqinə, baxın, harda rast gəlinir? Avropada qeyd edirik, Şimali Amerikada və Şimali Afrikada Avropoid irqinə rast gəlinir. İndi xəritə üzərindən də biz bunu birazdan qeyd edəcəyik. Deməli, burada biz aşağı bir qədər düşdükdən sonra burada deməli baxın, irqləri var, əsas irqlər. Xəritə üzərində biz baxaq bunlara. Aha, deməli, Avropoid irqini biz qeydlədik Avropada. Baxın, Avropada Avropoid irqini, yəni açıq çəhrayı rəngdən olan da bu. Sonra deməli, Şimali Amerikada biz qeyd eləyirik və bir də Şimali Afrikada biz Avropoid irqini qeyd eləyirik. Daha sonra gəlir Monqoloid irqinin yayıldığı ərazilər. Baxın, Mərkəzi Asiyanı qeyd edib biz üçün. Gördüyünüz kimi Monqoloid deməli sarı rənglə işarələnir. Baxın, Mərkəzi Asiya. Daha sonra Qazaxıstan, Monqolistan ərazisi, baxın, gördüyünüz kimi Qazaxıstan, Monqolistan ərazisi deməli Monqoloid irqinə nədir? Aid sayılır və bir də biz burada qeyd edəcəyik nəyi? Yakuts ərazisini, deməli Saxa Yakutiya ərazisini də Monqoloid irqi kimi qeyd
edəcəyik. Aha, deməli və biz burada bir də Amerikada baxın hinduları qeyd eləyiblər. Amerikada hindular da gördüyünüz kimi nədir? Dağlıq ərazidə yaşayanlar deməli Monqoloid irqinə aiddir. Deməli Şərqi Asiya qeyd elədik, Yaponiya, Çin, Koreya ərazilərini qeyd elədik. Cənub-Şərqi Asiyanı da biz qeyd eləyəcəyik. Baxın bu ərazilərdə də deməli Monqoloid irqinə aid olan xalqlar mövcuddur. Neqroid irqi isə harda yayılıb? Afrikada. Baxın gördüyünüz kimi tünd rənglə işarə olunub. Neqroid irqi Afrikada deməli geniş ərazini tutur biz deyəcəyik. Aha, bizim üçün burada deməli türk xalqlarının, baxın türk xalqlarını ayırıblar biz üçün hansı irqə aiddirsə. Deməli, baxın burada Uyğurları, Yakutları və Qırğızları biz Monqoloidə aid eləyəcəyik. Gördüyünüz kimi, baxın Uyğurlar, yəni Çin Xalq Respublikasının daxilində olan Muxtar Respublikada Uyğurlar, baxın bu ərazidə yaşayırlar. Deməli, bu oldu deməli Monqoloid və Yakutlar və Qırğızları da biz deməli Monqoloidə aid edəcəyik. Avropoid irqinə, baxın Avropoid irqinə deməli Qaqavuzlar və Karaimlər. Baxın Qaqavuzlar və Karaimlər deməli Avropoid irqinə aiddir. Türkiyə türkləri, Azərbaycanlılar, Türkman və Tatarlar isə hər iki irqin əlamətlərini daşıyırlar. Yəni həm Monqoloidin, həm də Avropoidin irqini daşıyır kimlər? Türklər, Azərbaycanlılar, Türkmanlar və Tatarlar. Bunlar da hər iki irqin deməli daşıyır deməli xüsusiyyətlərini. Aha, deməli biz bunu qeyd etdikdən sonra baxın burada biz bayaq qeyd elədik Neqroid irqini. Baxın Neqroid irqini biz qeyd elədik. Misal üçün burada Bantu xalqları var. Bantu xalqları var Afrikada. Daha sonra biz deməli Yamayka və Haitini, baxın Yamayka və Haitini biz qeyd eləyəcəyik nədə? Neqroiddə. Deməli Bantu xalqları Yamayka və Haitidə aiddir nəyə? Deməli Neqroid irqinə. Aha, burada qarşılıqlı keçid irqləri də verib ayrıca xəritədə. Aha, daha sonra biz burada baxın nəyə baxmalıyıq? Müxtəlif terminlər var həmin bu mövzu daxilində. İndi biz onları bir-bir nəzər yetirək. Biz üçün burada verib etnos terminini, baxın etnos terminini verib. Deyir ki, mədəni irsin daşıyıcısı və yayılma arealına asılı olmayaraq eyni etnik mənsubiyyətə, yəni nədir bu eyni etnik mənsubiyyət? Dili eyni olmalıdır, irqi eyni olmalıdır, əxlaqı və sair xüsusiyyətləri eyni olan insanların birliyidir. Nədir bu insanların birliyi? Etnosdur. Deməli, eyni dilə, irqə, əxlaqi keyfiyyətlərə mənsub olan deməli, mədəni irsin daşıyıcılarına biz deyirik nə? Eyni etnosda yayılan xalqlar. Aha, daha sonra bizim üçün burada etnosdan əlavə digər terminlər də verib. Baxın, burada biz etnosların yayılmasını görürük. Baxın, burada deməli biz etnosların yayılmasını görürük. Baxın, Çin tayfaları birinci, baxın bu Çin tayfalarının xəttidir, birinci əsrə aiddir. Türk tayfaları ikinci əsrə aiddir. Baxın, gördüyünüz kimi bu istiqamətdə Slavyan və Udeylər deməli 3-cü əsrə aiddir. Gördüyünüz kimi baxın Slavyan və Udeylər. Ərəblər, Çinlər, Hindlilər baxın gördüyünüz kimi daha böyük ərazini əhatə eləyir. Bu ərazidə yaşayan xalqlardır. Monqollar isə bir qədər kiçik ərazini əhatə eləyir etnos baxımından. Aha, deməli bizim üçün burada qeyd edib ki, dünyada 4-5 min etnos var və bunlar ümumilikdə deməli 310 xalqın nümayəndələrinin sayı həmin bu etnos daxilində 1 milyon nəfərdən çoxdur. Yəni bu da 96% eləyir təxminən. Aha, bizim üçün burada millətlərinə görə ölkələri bölüb, baxın gördüyünüz kimi millətlərinə görə ölkələri bölüb. Deyir ki, ölkə əhalisinin 90% yerli xalqdan ibarətdirsə, bu bir millətli sayılır. Deməli 90% yerli xalqdırsa bir ölkə daxilində bu nə sayılır? Yəni 90 və 90-dan çox da belə deyək. Bu sayılır nə? Bir millətli dövlət.
Əsasən Avropada çoxdur, Latın Amerikasında, Yaxın Şərq ölkələrində, Avstraliya və Okeaniyada bu ölkələr çoxdur. Misal üçün yaponlar bir millətlidir, Niderland bir millətlidir, Norveç bir millətlidir, Ermənistan bir millətli, Polşa və Ərəb ölkələri nədir? Bunlar hamısı bir millətli ölkələrdir. Çoxmillətli nədir? Çoxmillətli isə ərazi daxilində bir neçə xalq yaşayır. Aha, və daha çox da ola bilər. Yəni ən azı bir neçə xalq yaşayır. Məsəl üçün Hindistan baxırıq çoxmillətlidir. 150 xalq var orada, yəni çox qarışıq bir ölkədir. Nigeriyada baxın 200-ə qədər xalq mövcuddur, yəni bir ölkə daxilində. İndoneziyada 150-yə qədər xalq mövcuddur. Bu əsasən hansı ölkələr üçündür? Baxın, bu əsasən inkişaf etməkdə olan ölkələr üçündür. Deməli, inkişaf etməkdə olan əsasən ölkələr çoxmillətli, inkişaf etmiş ölkələr isə nədir? Bir millətli ölkələr sayılırlar. Aha, deməli, biz burada deməli 2 millətli ölkələrdən isə baxın 2 millətli ölkələrdən biz qeyd eləyəcəyik nəyi? Kanada və Belçikanı biz qeyd edəcəyik ki, 2 millətli ölkələrdən, yəni 2 millətin yaşadığı ölkədir Kanada və Belçika. Kiçik etnoslar da var. Baxın, Şri-Lankada deməli Veddilər, bu da testlərə düşür. Bunları da mütləq şəkildə bilmək lazımdır. Braziliyada Botokudular, Azərbaycanda isə Xınalıqlılar, Budoqlular və sairə kimi kiçik etnosları biz aid eləyə bilərik. Deməli, Şri-Lankada oldu Veddi, Braziliyada Botokud, Azərbaycanda isə Xınalıq və Budoqları biz bura aid eləyə bilərik. Deməli, daha sonra bizim üçün burada etnik icmaların quruluşunu verir. Baxın, gördüyünüz kimi etnik icmaların quruluşunda deməli nəsil gəlir ilk olaraq. Bir xətt yolu ilə qan qohumluğudur, baxın, nəsildə. Tayfa dedikdə biz deməli eyni yaranma tarifinə, dini təsəvvürlərinə, danışığına, yəni dialektinə, adət və ənənələrə malik olan nəsillərdir. Ondan daha böyük sayılır nə? Xalq. Xalq eyni ərazidə məskunlaşan insanların dil, mədəniyyət və əxlaq birliyidir. Daha da böyük sayılır hansı? Millət. Millət də dedikdə biz eyni mənsubiyyətə, dil və mədəniyyətə və üstəgəl iqtisadi münasibətlərə mövcud olduğu birlikə biz deyirik nə? Millət deməli deyirik. Deməli bizim üçün daha sonra burada qeyd olunub. İndi dərsin əsas hissəsi deməli burada əsas hissədə biz əvvəlcə əsas hissəyə keçməzdən qabaq passionarlığın nə olduğunu qeyd eləyək. Baxın, burada bu Milyov etnosunun özünü bərpasını passionarlıqla əlaqələndirir. Nədir bu passionarlıq? Deyir ki, ətraf mühitə daha çox enerji qəbul edərək onu fəaliyyət şəklində istifadə edir. Yəni, hər hansı bir xalqın daxilində bir və ya bir neçə şəxs liderlik nümayiş etdirir və həmin şəxslərə biz deyirik nə? Passionallar. Misal üçün, tarixi şəxsiyyətlərdən biz Attilanı, Makedoniyalı İskəndəri, Çingiz xan, Napolyon, Hitler kimi şəxsləri qeyd eləyə bilər ki, bunlar tarixi şəxsiyyət kimi passionlar adlanırlar. Misal üçün, elm sahəsində biz Einstein, Newton və s. kimi alimləri qeyd eləyə bilərik ki, bunlar nədir? Deməli, passionlar şəxslər sayılırlar. Və biz burada deməli passionallığın müəyyən mərhələlərdən, daha doğrusu etnogenezin müəyyən mərhələlərdən keçdiyini görürük. Birinci bizim üçün yazıb ki, baxın, ilk olaraq bizim üçün yazıb ki, birincidə görürsünüz ki, sakit həyat tərzinə malik olur, deməli etnos. Baxın, birinci bu hissədir. Sakit həyat tərzinə malik olur, həmin hər hansısa bir xalq. İkinci, baxın, burada biz üçün qeyd olunub ki, deməli, səviyyəli həyat uğrunda çalışır və yalnız qələbə haqqında düşünür. Yəni, xalqın bir qədər öz yaşayışı uğrunda mübarizə aparması ikinci mərhələyə nədir? Aiddir. Üçüncü mərhələdə deyir ki, etnos öz ideyası uğrunda artıq yox olmağa belə hazırdır. Yəni, artıq mübarizə daha da kəskinləşir və etnosun öz deməli, liderlik mövqelərini göstərir. Gördüyünüz kimi 3 nömrə burada ən yuxarıda qeyd olunub. Və 4-də isə biz passionarlığın nəyini görürük? Tənəzzül mərhələsini görürük.
artıq 4-də deməli passionallıq, belə deyək, passionallar ölür və sairə kimi səbəblərlə artıq, sıradan çıxır və həmin xalq yenidən öz əvvəlki sakit həyat tərzinə deməli qayıdır. Misal üçün biz buna tarixdə, Monqolları aid eləyə bilərik. Baxın, Monqollarda passionlar kim idi? Çingiz xan idi, düzdürmü? Çingiz xan, deməli öz, deməli başçılıq etdiyi, orduya başçılıq etdiyi dönəmlərdə, ölkəyə Monqollar başçılıq etdiyi dönəmlərdə 3-cü mərhələdə idilər onlar. Yəni artıq etnos öz ideyası uğrunda yox olmağa belə hazır idi. Yəni artıq bütün ölkələri işğal etməyə, yəni başlamışdılar. Və Çingiz xan öldükdən sonra artıq Monqollarda bir enmə baş verdi və əvvəlki sakit həyat tərzlərini, yəni indiki biz görürük ki, Monqolistan deyilən ölkədən belə deyək, səs-səmir yoxdur. Yəni hal-hazırda onlar hansı mərhələdədirlər? Sakit həyat tərzi keçirən mərhələdədirlər. Aha, bu da passionallığın nəyi? Deməli, daha doğrusu etnogenezin inkişaf mərhələləri və bizim üçün burada bir maraqlı, sxem də var. O da biz Maslow'un, baxın, Maslow adlı alimin insan tələbatının, deməli, aid elədiyi tələbat piramidası var. Yəni insan ilk olaraq hansı tələbatları, daha sonra isə hansı tələbatları yerinə yetirilməlidir, onları qeyd eləyib. İlk olaraq biz üçün fiziki tələbatı qeyd eləyib. Görürsünüz ki, yəni hər bir insanın yemək, yatmaq kimi deməli müəyyən fiziki tələbatları var ki, bunları mütləq şəkildə yerinə yetirməlidir. Daha sonra təhlükəsizlik və müdafiə olunmağı bildirib. Misal üçün təhlükəsizlik mütləq şəkildə olmalıdır. Yəni biz bilirik ki, bəzi ölkələrdə təhlükəsizlik problemləri var və bunda artıq biz həmin bu 2-ci bəndin pozulduğunu görəcəyik. Daha sonra sosial qrupa mənsubluq və dəstəklənmə tələbatı. Yəni hər bir insan özünü hansısa bir sosial qrupa, hansısa bir xalqa, millətə və sairə aid eləməlidir. Daha sonra burada özünə hörmət və etimad tələbi gəlir. Ondan sonra da özünü ifadə etmək tələbatı gəlir. Yəni ən üstdə biz özünü ifadə etmək tələbatını görürük. Aha, və keçirik əsas məsələyə. Deməli, dilə görə xalqların bölgüsü, yəni dil ailələri. Dil ailələri dedikdə qohum dillərin məcmusu nəzərdə tutulur və hal-hazırda dünyada biz bilirik ki, 6,5 mindən çox, yəni 6.000-dən çox deməli, dil mövcuddur. Və ən böyük dil ailəsi kimi də biz qeyd eləyirik nəyi? Ən böyük dil ailəsi kimi Hind-Avropa dil ailəsinə qeyd eləyirik 2,5 milyard. Yəni 2 milyarddan çox biz Hind-Avropa dil ailəsinə aid olan deməli əhalini qeyd eləyirik və bu da 150 xalqda birləşib. Aha, yəni 150 xalq 2,5 milyard əhalini əhatə edir. İkinci yerdə baxın gördüyünüz kimi Çin, Tibet gəlir. Orada da 1 milyarddan çoxdur. Və burada başqa digər xalqların da adlarını qeyd eləyib və biz onları bir-bir birazdan xəritə üzərində nəzər yetirəcəyik. Aha, deməli biz xəritəyə baxırıq hal-hazırda. Deməli, ilk olaraq biz başlayaq. Deməli, Altay dil ailəsindən başlayaq. Bizim üçün tünd göy rəngdə verib Altay dil ailəsini. Altay dil ailəsinin deməli müxtəlif qrupları var. Birinci qrup türk qrupudur. Baxın, gördüyünüz kimi birinci qrup türk qrupudur. Deməli, baxaq, 1-lə Azərbaycanlıları işarə ediblər. Baxın, 1 Azərbaycanlılar. Burada qırmızının işarəsini qoyuram. 2 türklər. Deməli, türklər Türkiyədə qeyd edirik. Türkmanlar, deməli 3 türkmanlar gördüyünüz kimi Türkmənistan ərazisində yaşayırlar. Qazaxlar, deməli 4 Qazaxıstanda gördüyünüz kimi. Qırğızlar Qırğızstanda 5 nömrə ilə. Özbəklər Özbəkistanda 6 nömrə ilə. 7 Uyğurlar gördüyünüz kimi. Uyğur, Çin Xalq Respublikasının daxilində olan Muxtar Respublikada qeyd elədik. Uyğurlara aiddir.
Daha sonra gəlir 8 nömrə ilə Altaylar. Baxın, gördüyünüz kimi 8, 9, 10. Altay, Xakaz, Tuvallar. Deməli, 8, 9, 10 Altay, Xakaz, Tuvallar. Deməli, Altay, Sayan, Tian-Şan dağlarını yaşayan xalqlardır. 11-də Yakutlar, baxın 11 Yakutlar Saxa Yakutiya ərazisində. 12-də isə biz görürük nəyi? Tatarları. Tatarlar deməli Tataristanda Xəzər dənizinin şimalında yaşayan xalqlara aiddir. Xalqlardan yəni sayılır. Biz daha sonra Monqolları qeyd eləyəcəyik. Monqol qrupuna aiddir. 13 nömrə ilə işarə olunur. Baxın, Monqollar Monqolistanda yaşayırlar və Tungus Mancur qrupu da Eveneklər, deməli 14 nömrə ilə Rusiyanın şimalında yaşayan xalqlara aiddirlər. İkinci bizdə yaşıl rənglə, baxın yaşıl rənglə verib nəyi? Hind-Avropa dil ailəsini. Biz dedik ki, əhalinin sayına görə birinci yerdə nədir? Elə Hind-Avropa dil ailəsidir. İndi əsasən suallar da düşür nədən? Hind-Avropa dil ailəsindən. Baxın, bir-bir baxaq. Slavyan qrupuna baxırıq. Aiddir bura ruslar, 15 nömrə ilə. Baxın, ruslar. Sonra Ukraynalılar, 16 nömrə ilə Ukraynalılar. Belarus və Polyaklar. Belorusiya və Polyakda, daha doğrusu Polşada 17 və 18. Gördüyünüz kimi 17 və 18. Deməli, Belorusiya və Polşada yaşayırlar və bu nə oldu? Slavyan qrupu oldu. Roman qrupuna baxırıq, Roman qrupuna. İtalyanlar, baxın, İtalyanlar 26 nömrə ilə İtaliyada. Fransızlar 27 Fransada. İspanlar İspaniyada 28 ilə. Daha sonra 29-da biz deməli Argentinalıları qeyd eləyirik. Baxın, 29-da. Baxın, burada 29 var. Baxın, burada Argentina ərazisində gördüyünüz kimi deməli İspan dilli dövlətlər, Meksikalılar və Argentinalılar, Peru və Çililər. Baxın, Meksika, Argentina, Peru və Çililər 29 nömrə ilə əhatə deməli işarələnib. 31-də də nədir? Portuqaliyalılar. 31-də də Portuqaliyanın da yerini bilirsiniz, Piriney yarımadasında. Bunu qeyd elədikdən sonra Alban qrupu gəlir. Təkcə bura aiddir Albanlar 32 nömrə ilə. O da deməli Almaniya ölkəsindədir, Avropada. Baxın, burada işarə olunub bizim üçün. Sonra gəlir German qrupu. Əsasən şagirdlər qarışdırır nəyi? Roman və German qrupunu qarışdırırlar. German qrupuna aiddir, baxırıq. Almanlar, elə German, Alman eyni mənanı ifadə edir. 19 nömrə ilə Almanlar, Almaniyada. İngilislər 20 nömrə İngiltərədə. Gördüyünüz kimi. Daha sonra İsveçlər, Norveçlilər. Norveç, İsveç 21-22 baxın ardıcıldır. Deməli 21 və 22 İsveçlər, Norveçlilər. Baxın, Skandinaviya dağlarında deməli olan ölkələrdəndir. Amerikada deməli Amerikalılar aiddir 23-ə. Gördüyünüz kimi German dil qrupuna aiddir bunlar. Anglo Kanadalılar, bunlar da German dil qrupuna aiddir və Anglo-Avstraliyalılar da, bunlar da nəyə aiddir? Avstraliyada yaşayan German dil qrupuna aiddir. Deməli, Germanlar oldu, Almanlar, İngilislər, Norveç, İsveçlilər və bir də Amerikanlılar. Yerdə qalanlar nədir? Roman. İkinci, daha sonra böyük olan qruplardan baxın, İran qrupunu biz görürük. İran qrupu da deməli aiddir farslar 33 nömrə ilə, yəni İran ərazisində yaşayanlar. Kürdlər 34 nömrə ilə, baxın gördüyünüz kimi Kürdlər, elə yanında da onun İraq ərazisində əsasən. Taciklər Tacikistanda 35 nömrə ilə və Əfqanlar da Əfqanistanda 36 nömrə ilə. Bunlar nədir? İran dil qrupuna aiddir. Hind-Ari və Hind-Avropa dil ailəsinin Hind-Ari qrupu. Bura aiddir. Benqal, Hindistan, Pəncab. Baxın, Benqallar 37, elə Benqal deməli, daha doğrusu Banqladeşdə adından göründüyü kimi. Hindistanlılar elə Hindistanda. Pəncablılar da hardadır? 39, Pakistanda. Pəncablılar Pakistanda. Yəni, bu adlarla asandır tapmaq. Və biz Hind-Avropa bitirdik. Keçirik Ural dil ailəsinə. Tünd yaşıl rəngdə verib Ural dil ailəsini. Fin, Eston, Macarlar. Finlər Finlandiyada. Baxın,
Finlər Finlandiyada, 40 nömrə ilə Norveç, İsveç, Finlandiya, Finlər Fin-Uqor qrupuna aiddir. Estonlar Estoniyada 41, Estoniyada, o da Baltik dənizi sahilində yerləşən ölkədir. Macarlar da Macaristanda 42 nömrə ilə baxın, düz Avropanın ortasında yerləşir. Bura aiddir nə? Fin-Uqor qrupu. Aha, daha sonra sarı rənglə bizə verir, baxın nəyi? Afro-Asiya ailəsini. Afro-Asiya ailəsi Hami-Sami qrupu, ərəb xalqları, baxın ərəblərdən 43 nömrə ilə, baxın görürsünüz, Misirlilər, Suriyalılar, Əlcəzairlilər, İsrail yəhudiləri bura aiddir. Hami-Sami qrupuna deməli oldu ərəblər, Misirlilər, İsrail yəhudiləri, bunlar da deməli nəyə aiddir? Deməli Hami-Sami qrupuna aiddir. Aha, daha sonra gəlir bizim üçün deməli Qafqaz dil ailəsi. Qafqaz bilirsiniz ki, Şimali Azərbaycan ərazisində yerləşən xalqlar bura aiddir. Çeçen, Ləzgi, Avarlar. 44 nömrə ilə biz üçün verib. Çeçen, Ləzgi və Avarların yerini də bilirsiniz. Bunlar hamısı nədir? Şimali Qafqaz xalqlarıdır. Gürcülər aiddir Kartvel ailəsinə. Gürcülər təkcə Gürcüstanda. Yəni bunun da asanlı yeri. Çin, Tibet, aha, Çinlilər və Tibetlilər. Deməli 46 və 47 nömrə ilə Çinlilər və Tibetlilər aiddir nəyə? Çin-Tibet dil ailəsinə. Eskimos, Aleutlar, Eskimoslar da bilirsiniz ki, deməli 48, deməli Şimali Amerikada yaşayırlar Eskimoslar. Baxın burada göstərdim 48 ilə. Deməli Qrenlandiya ərazisində də bir qədər yaşayırlar. Buşmenlər, Qottentotlar, Khoisan dil ailəsinə aiddir. Afrikaya aiddir bu. Baxın, bütün bu Afrikanın, baxın, bu Afrikanın mərkəzi və cənubi əraziləri aiddir nəyə? Khoisan dil ailəsinin Buşmen və Qottentotlarına. Avstraliyada da elə Avstraliyalılar yaşayır. Bu aborigenlər sözü yerli əhali deməkdir. Gördüyünüz kimi 50 ilə işarə olunub. Yerli əhali, yəni Avstraliyalılar ora köçləyəndən sonra yerli əhalini sıxışdırıblar mərkəzi səhralıq ərazilərə. Yəni onlar öz dillərini qoruya biliblər. Yəni bura aid nə? Aborigenlər, Avstraliyalılar. Niger Karfogen, Kordofan daha doğrusu, baxın biz görürük Niger Kordofan. Deməli, burada mən Khoisanu bayaq səhv qeyd elədim. Khoisan dil ailəsi, baxın inşallah buradadır. Baxın, Khoisan dil ailəsi, baxın buradadır. Deməli 49-da baxın görürsünüz Anqola ərazisində. Niger Kordofan isə Afrikanın böyük bir hissəsini, mərkəzi və Cənubi Afrikanı neynir? Əhatə eləyir. Niger Kordofan. Khoisan isə kiçik bir ərazini, Anqola ərazisini deməli əhatə eləyir. Və Cənubi Afrika Respublikasında da biz Hind-Avropa dil ailəsini görürük. Yəni yaşıl rənglə işarə olundu. Digər ailələrə aiddir. Misal üçün Yaponlar. Gördüyünüz kimi Yaponlar aiddir nəyə? Deməli, digər ailələrə, baxın, gördüyünüz kimi mavi ilə burada işarə olunub və İndoneziya ərazisi də digər ailələr qrupuna deməli aiddir. Burada misal üçün ermənilər var digər ailələrdə, Yunanlar var, Vyetnamlılar, Koreyalılar var. Bunlar hamısı digər ailələr qrupuna nədir? Aiddir. Yəni heç bir deməli xalqa, daha doğrusu dil qrupuna aid olunmur. Aha, deməli biz burada dil ailələrinə baxdıq. Baxın, burada cədvəldə də siz üçün görürsünüz. Bu cədvəldə göndərərəm. Telegram və WhatsApp kanallarına göndərərəm. Burada ayrı-ayrı biz bir də baxaq qısa şəkildə. Deməli, Hind-Avropa dil ailəsinin İran dili qrupu. Baxın, İran dili qrupu. İran, deməli, Əfqanlar, Əfqanistan və Tacikistanda yayılıb. Kimlərdir bunlar? Farslar, Kürdlər, Taciklər, Əfqanlar, Tatlar, Bəluclar, Osetinlər. Bunlar nədir? İran dil qrupuna aid olan xalqlardır. Aha, deməli, Hind-Avropanındır bu. Daha sonra Roman dil qrupuna aiddir burada biz Moldovanı, Rumıniyanı, İtaliyada, Fransa və İspaniya, Portuqaliyada yaşayan deməli xalqları biz Roman dil qrupuna aid eləyəcəyik. Fikir versəniz, görürsünüz ki, Romanlar Cənubi və bir qədər Qərbi Avropa ərazisində yaşayan xalqlardır. Və bu Moldova və Rumunları deməli çıxmaq şərti ilə.
Aha. Yəni roman dil aləsi əsasən Avropanın cənubunda yayılıb. Germanlar, deməli İslandiyanı biz qeyd eləyirik. Norveçi, İsveçi qeyd elədik. Deməli Böyük Britaniya, yəni İngiltərə, Danimarka, Belçika, Almaniya və İsveç, Avstriyanı biz qeyd eləyirik. Əsasən haradır? Şimali Avropa ölkələridir. Baxın, burada bir üçün qeyd əlavə olunub. Belçika və İsveçrədə həm roman, həm də german xalqları üstünlük təşkil edir deyəcəyik. Daha sonra Hind-Avropanın bəzi qrupları da var. Baxın, keltlər, İrlandlılar kelt sayılır. Baltiklər Latviya və Litva ölkəsində yaşayanlar. Alban elə Albaniyada, Yunanlar da elə Yunanıstanda yaşayan, deməli, xalqlar sayılır. Hind-Avropanın Slavyan dil qrupu, baxın, Slavyan, yəni Rus, belə deyək də, əsasən Ruslar, Ukraynalılar, Belarus, deməli, Polşa, Çexiya və Slovakiyanı bura qeyd edirik və burada deməli bir sıra Sloveniya, Xorvatiya, Bosniya-Hersegovina, Montenegro, Bolqarıstan, Serbiya kimi ölkələri də biz bura deməli Şərqi Avropa ölkələri sayılır da bunlar. Və bura biz bunları qeyd edirik. Əsas Ruslar, Belaruslar, Ukrayna və Polşalıları biz qeyd edirik. Sonra bizim üçün var Çin-Tibet, baxın Çinlilər, Myanma, Vyetnam və Kamboca. Bu ölkədə yaşayanlar əsasən Çin-Tibet dil ailəsinə aiddir. Daha sonra deməli Hind-Ari qrupunu biz qeyd elədik. Hind-Avropa dil ailəsinin Pakistanlılar, yəni Pəncablılar, Hindistanlılar Hindistanda, Nepal və Banqladeşdə də biz qeyd elədik ki, deməli yaşayırlar. Aha. Ural dil ailəsinin Fin-Uqor. Baxın, Macarlar, Estonlar və Finlandiya. Finlandiya elə adından görünür. Finlandiya, Eston və Macarları da bura aid eləyirik. Fin-Uqor dil qrupuna. Daha sonra bizim üçün deməli Altay dil ailəsinin baxın Monqol türk qrupları var. Dedik ki, türklər, Azərbaycanlılar, Qazaxlar, Özbəklər, Türkmənlər, Qırğızlar və Monqolistandakı Monqollar nədir? Türk dil qrupuna aid olan deməli xalqlardır. Və deməli Altay dil ailəsi də türk dil qrupu, Monqollar və Tungus Mancur, yəni təkcə eveneklər aiddir. Monqola da təkcə Monqollar aiddir. Digər yerdə qalanlar hamısı türk dil qrupuna aiddir. Aha, bunu da biz qeyd elədik. Afro-Asiyanın Hami-Sami qrupu. Baxın, burada əsas dedik ki, ərəblərdir, düzdürmü? Mərakeş, Əlcəzair, Mavritaniya, Niger, Liviya, Misir, Sudan, yəni ərəb ölkələri, Afrikanın şimal ölkələri, ərəblər. Daha sonra biz burada İsraili və yəni İsrail yəhudilərini biz qeyd elədik və yerdə qalan bütün ərəb ölkələri aiddir. Hara?